Xəzərin sahilində sakitlik hökm sürür. Dalğalar asta-asta sahilə toxunur. Bu sakitliyin arxasında başqa bir reallıq dayanır. İnsan fəaliyyətinin izləri. Maral Rəhmanzadənin Körpünün yanında əsəri dənizin sakitliyini sənaye mənzərəsi ilə üzvü şəkildə birləşdirir. Əsərdə həm təbiətin sükutu, həm də insan fəaliyyətinin yaratdığı dəyişikliklər paralel şəkildə təqdim olunur. Rəssam sakitliyin içində gizlənən hərəkəti, görünənin arxasındakı gerçəkliyi və insan əməyinin izlərini incəliklə göstərir. Azərbaycan təsviri sənətində Maral Rəhmanzadə öz yaradıcılığında neft mövzusuna geniş yer ayıran rəssamlardan biridir. O, bədii yaradıcılığı üçün neft daşlarına səfər edən ilk xanım rəssam kimi tanınır. Çətin şəraitə baxmayaraq, rəssam bu mühiti ustalıqla təsvir edərək dəyərli əsərlər silsiləsi yaradıb. O, 1947-ci ildən başlayaraq neft mövzusuna müraciət edir. Bu dəfə sizlərə təqdim etdiyimiz Körpünün yanında əsəri isə 1956-1957-ci illərdə çəkilib. Sulu boya ilə işlənən bu əsərdə qrafik üslub və etüd xarakteri tamamlanmış sənət təsiri ilə birləşir. Haqqında danışdığımız əsərə diqqətlə baxsaq, burada dənizin və neftlə bağlı olan müəyyən elementlərin, atributların əksi o qədər verilib ki, burada sanki sənaye mənzərəsi dəniz mənzərəsi ilə üzvü şəkildə verilib. Yəni, belə demək olar ki, Maral xanımın yaradıcılığında nə dəniz ayrı baxılır, yəni sənaye motivləri, nə dənizə ləkə salır, nə də ki, dəniz bu elementləri, atributları kölgədə qoyur. Kompozisiya 3 hissədən ibarətdir. Mərkəzi hissədə soldan sağa doğru iri gəminin həcmli təsviri və onun qarşısında körpünün məhəccərinin verilməsi sanki tamaşası da həmin körpüdədir. Bu təəssürat yaranır. Ondan bir qədər sonraki yerdə isə boşluqdur. O boşluq nə üçündür? Əslində gəmi mərkəzdə olmalıdır. Sadəcə olaraq Maral Rəhmanzadə bu texniki üsuldan istifadə etməklə bir fəza abu-havası yaratmaq istəyib. Yəni gəmini solda verməklə mərkəzdə dəniz səthini göstərib, bir boşluğu, fəzanı, daha geniş mühiti göstərmək istəyib. Bir qədər sonraki, yəni 3-cü planda isə uzaqda görünən gəmi təsviridir. Gəminin də bilirsiniz ki, işlək vəziyyətdə verib, orada buxarlar onu göstərir. Əsərin sanki dinamikliyini əks etdirir. Əsərdə əsas diqqət çəkən məqam rənglərin yaratdığı ziddiyyətdir. Solğun və sakit tonlar fonunda neft platformaları və tüstü. Kompozisiyada yer alan qırmızı detalı isə insan faktorunu ön plana çıxarır. Kompozisiyanın rəng həllinə baxsaq, əsərlə tamaşası üzbəüz dayanında ön plandakı rənglər qatı şəkildə, tünd şəkildə verilib. Bir qədər sonraki qatda, sonraki təbəqədə isə rənglər şəffaflığa doğru azalır. Bu isə müəyyən mənada dərinliyi, perspektivi göstərir. Ancaq bunu da qeyd etmək istəyirəm ki, Maral Rəhmanzadədə o həmin perspektiv bildiyimiz texniki perspektivliyə söykənmir. O, sulu boya ilə o qədər o perspektivi verir ki, sanki dənizlə havanın yumşaq qatını göstərmək istəyib. Əsərdəki elementlər nə qədər uzaqda olsalar belə, rəng həllindən yüksək istifadənin nəticəsində çox şəffaf görünür. Maral Rəhmanzadə rəsmdə bir
birbaşa olaraq insan obrazını təsvir etməsə də, onun yaratdığı dəyişiklikləri və insanın təbiətlə münasibətini göstərir. Tablo bizə bir daha xatırladır ki, hər inkişafın arxasında insan əməyi dayanır.